Vaxtınız xeyir olsun əziz müəllimlər, dəyərli həmkarlar. Mən Samiri Eminova. Bugün danışırıq sorğu və araşdırma əsaslı təlimdən. Çox maraqlı mövzudur. Mövzunun mahiyyətini anlamağa, dərk etməyə çalışırıq. Deməli, bu təlim modelinin özəyi odur ki, şagird özü araşdırıb, nələrisə öyrənsin, tapsın. Bu təlim modeli şagird mərkəzli bir yanaşmadır. Yəni, şagird mərkəzli yanaşma odur ki, şagird informasiyanı pasiv bir şəkildə qəbul etmir, özü araşdırır. Yəni, şagird mərkəzli təlim, şagird mərkəzli dərs odur ki, şagird özü dərs prosesinə daxil olsun, özü araşdırıb öyrənsin, sual versin, suallara cavab tapsın, nəticəyə gəlsin. Düşünürük ki, əlbəttə ki, bu demək deyil ki, müəllim sadəcə şagirdi kənarda izləsin, baxsın, yox. Müəllim özü də şagirdin araşdırmağa sövq etsin. Müəllim, səriştəli bir müəllim, səriştəli fasilitator olmalıdır. Bu təlim modelində əlbəttə ki, müəllimin də öz funksiyası, öz işi var. Gəlin indi bu təlim modelindən ətraflı danışırıq. Başladıq. Deməli, Albert Einstein'in belə bir ifadəsi var ki, mənim xüsusi bir istedadım yoxdur. Sadəcə güclü bir maraq hissim var. Bu cümlələrdən aydın olur ki, insan güclü maraqdan başlayır nələrisə öyrənməyə. Bizə maraqlı olan şeyləri biz öyrənirik, araşdırırıq. Deməli, effektiv öyrənmənin açarı odur ki, təbii maraq hissimizi fəallaşdıraq, aktivləşdirək. Bizim hər birimiz bizə maraqlı olanları öyrənirik. Təbii maraq hissi bizdə bir sual doğurur, bir sual ortaya çıxarır. Başlayırıq bu sualın cavabını axtarmağa və bu axtarışlarda yeni bilik bacarıqlar əldə etməyimizə səbəb olur. Bununla da dünyanı öyrənməyimizə yollar açılır. Deməli, təbii maraq hissi bizdə bir sual doğurur. Başlayırıq biz bu sualların cavablarını axtarmağa. Axtarmaq üçün də araşdırmalar edirik, yeni bilik bacarıqlar əldə edirik. Beləliklə də dünyanı öyrənməyimizə yollar açılır. Deməli, əziz müəllimlər, bugün danışırıq sorğu və araşdırma əsaslı təlimdən. Adında nə var? Sorğu var, araşdırmaq var. Yəni, sorğula, araşdır, özün öyrən, nəticəyə gəl. Bu təlim modelinin 5 mərhələsi var. Birinci yönləndirmə. İkinci əsas sualın qoyulması, hipotez, yəni hipotez fərziyyələr deməkdir. Fərziyyələrin irəli sürülməsi. Üçüncü araşdırma, dördüncü nəticə, beşinci də müzakirə. Bir də deyirəm, 5 mərhələsi var sorğu araşdırma əsaslı təlimin. Bir yönləndirmə. İkinci əsas sualın qoyulması və yaxud da fərziyyələrin irəli sürülməsi. Üçüncü araşdırma, dördüncü nəticə, beşinci müzakirə. Hər bir addım bir-biri ilə əlaqəlidir. Sıralamanı olduğu kimi öyrənmək lazımdır. Yəni 1, 2, 3, 4, 5 şəklində ardıcıllığı pozmaq olmaz. Gəlin indi hər bir mərhələdən əhatəli danışaq. Başladıq. Deməli, birinci danışırıq yönləndirmə mərhələsindən. Birinci gəlir yönləndirmə mərhələsi. Yönləndirmə mərhələsində adında nə var? Adına məlum olduğu kimi yönləndirmə. Yönləndirmə ab-havasını müəllim təşkil edir. Yəni, müəllim şagirdləri dərsə, mövzuya yönləndirir. Onlarda maraq oyadır, mövzuya cəlb edir. Motivasiya mərhələsində olduğu kimi mövzuya yönləndirir. Yönləndirmə mərhələsini müəllim şagirdlərə necə mövzuya yönləndirər, necə cəlb eləyər? Mövzu ilə bağlı şəkil göstərər, şəkil olmasa canlı bir resurs göstərər, video çarx göstərər, qrafik göstərər, açıq suallar verə bilər, həyatla əlaqəli hər hansı bir suallar verərək müəllim şagirdi mövzuya yönləndirər. Deməli, bu mərhələ motivasiya mərhələsində olduğu kimi şagirdi mövzuya yönləndirdik, onları dərsə cəlb etdik. Deməli, birinci mərhələni ümumiləşdirərək dedik ki, birinci mərhələ yönləndirmə mərhələsidir. Müəllim şagirdləri mövzu ilə bağlı olan uyğun bir şəkillə, qrafiklə, video ilə, mövzu ilə bağlı situasiya canlandırmaqla, həyatla əlaqəli suallar verməklə şagirdləri dərsə yönləndirir. Deməli, beləliklə şagirdin öyrənmə və araşdırma marağı aktivləşir. Birinci mərhələni anladıq. Deməli, ikinci mərhələmizin adı odur ki, əsas sualın qoyulması və ya hipotez fərziyyələrin irəli sürülməsi. Hipotez fərziyyə deməkdir, əziz müəllimlər. Baxın,
Deyərsiniz ki, müəllimlər, birinci mərhələdə də orada bir sual dedik. Məsələn, açıq sualların verilməsi, video çarx da var idi, şəkil də var idi, əyani vəsait də var idi. Hətta suallar da qeyd elədim ki, suallar da qoya bilərik. Bu mərhələdə də, birinci mərhələdə də sual var idi. İkinci mərhələdə də sualın qoyulması var idi. İndi necə olsun bu? Necə aydınlaşdıraq? Baxın müəllimlər, ikinci mərhələdəki sual daha dərin bir sualdır. Adında nə var? Əsas sualın qoyulması. Yəni bu sual şagirdi araşdırmağa sövq edəcək. Məntiqli bir sual olmalıdır. Bu sualın verilməsi ilə şagird başlamalıdır nələrisə araşdırmağa. Deməli, bu mərhələdə mövzu nədirsə, anlayış nədirsə, onunla bağlı bir əsas sual veririk. Deməli, ikinci mərhələdə mövzumuzla bağlı anlayış, konspekt haqqında sual doğuran məqam ortaya qoyulur və ona uyğun olaraq fərziyyələr irəli sürülür. Üçüncü mərhələ araşdırma mərhələsidir. Deməli, əsas sualı qoyduq artıq. Şagird nə edəcək? Araşdırma edəcək. Ən çox yük bu mərhələnin üzərinə düşür. Bu ən məsuliyyətli bir mərhələdir. Araşdırma sualı əsasında şagird araşdırma və ya təcrübə aparacaq. Araşdırma sualının cavabını axtaracaq. Öz fərziyyələrini yoxlayacaq. Dedik ki, bu mərhələ ən əsas mərhələdir, ən məsuliyyətli mərhələdir. Vaxtdan düzgün istifadə edilməlidir. Resurslardan düzgün istifadə edilməsi üçün dəqiq planlaşdırma tələb edən bir mərhələdir. Deməli, araşdırma mərhələsində şagird nə edəcək? Bir fəaliyyət həyata keçirəcək, başlayacaq araşdırmağa. Qoyulan bir suala və yaxud da irəli sürülən bir fərziyyəyə cavab tapmaq üçün şagirdin marağı hərəkətə keçəcək, fəaliyyətə çevriləcək. Araşdırma sualı əsasında sistemli şəkildə araşdırma və ya təcrübə aparılıb, datalar toplanılır. Əldə edilən səbəb-nəticə əlaqələri müəyyənləşdirilərək analiz edilir. Deməli, proses araşdırma sualının cavabının tapılmasına, fərziyyələrin yoxlanılmasına gətirib çıxarır. Ona görə də bu mərhələ ən məsuliyyətli bir mərhələdir. Vaxtdan, resurslardan düzgün istifadə etmək üçün dəqiq planlaşdırma tələb edən bir mərhələdir. Bəzən elə olacaq ki, araşdırma günlər tələb eləyəcək. Mövzumuza uyğun olaraq araşdırma ən uzun hissədir, vaxt aparan hissədir. Bu sorğu araşdırma əsaslı təlim bir dərslə də sonlana bilər, bir neçə dərsdə vaxtımızı ala bilər. Baxır bizim mövzumuza. Deməli, araşdırmaq üçün biz şagirdləri müəyyən resurslarla təmin eləməliyik. Biz müəllimlər axı səriştəli fasilitator olmalıyıq. Resurslar şagirdlər üçün əlçatan olmalıdır. Resurslar əlçatan olmalıdır deyəndə mən şagirdi əgər internetlə təmin eləməliyəmsə, kompüter olan otağa aparmalıyam. Araşdırmalar üçün təcrübələr apara bilərik, eksperimentlər apara bilərik, müəyyən mənbələrdən istifadə edə bilərik. Ona görə də müəllim şagirdlərə nə etməlidir? Kömək eləməlidir. Əziz müəllimlər, mövzunu daha yaxşı anlamağımız üçün kitabda verilən bir nümunə üzərindən sizə izah edirəm. Deməli, sinifdə, lövhədə 2 bitki şəkli çəkirəm və yaxud da ola bilər ki, həmin 2 dibçək bitkisini gətirib şagirdlərə göstərə bilərəm. Şagirdi dibçəklərlə, şəkillərlə mövzuya yönləndirirəm. Gəlin uşaqlar, diqqətlə bu bitkiyə baxaq. Deməli, nə etdim? Birinci yönləndirdim. Bax, bu mərhələ oldu. Birinci yönləndirdim. Baxın, birinci bitki balaca, ikinci bitki böyükdür. Yəni, A bitkisi yaxşı inkişaf edib, B bitkisi biraz zəif inkişaf edibdir. Şagirdlərə deyirəm ki, bu bitkilər eyni bitkilərdir, eyni gündə əkilib, növləri də eynidir, eyni torpaqda əkilib. Nəyə görə A bitkisi B bitkisindən daha yaxşı inkişaf edib? Deməli, nə etdim? Burada əsas bir sual qoydum. Niyə A bitkisi B bitkisindən daha yaxşı inkişaf edib? Şagirdlər burada müəyyən bir fərziyyələr irəli sürəcəklər. Nə edəcəklər? Bax, əsas sualı qoydum, şagirdlər fərziyyələr irəli sürürlər. Biri deyir ki, birinə yaxşı su verməyiblər. Biri deyir ki, A bitkisinə yaxşı su verilib, B bitkisinə yaxşı su verilməyib. Biri deyir ki, B bitkisinə daha çox su verilib. Belə də fərziyyələr irəli sürə bilərlər. Yəni, bu şəkildə şagirdlər hərəsi bir fərziyyə irəli sürürlər. Deməli, əsas sualı qoyduq. Niyə A bitkisi B bitkisindən daha yaxşı inkişaf edir? Şagirdlər də başladılar fərziyyələrini irəli sürməyə. Hərəsi ağzından bir fərziyyə irəli sürür. Nəyə görə A bitkisi yaxşı inkişaf edib, B bitkisi inkişafdan kənarda qalıbdı, yəni az inkişaf edibdi. Sonra şagirdlər başlayırlar araşdırma
axtarmağa ən uzun, ən lazımlı bir mərhələdir. Şagirdlər bilirlər ki, bir bitkinin böyüməsi üçün suya ehtiyac var. Hər iki bitkiyə də eyni vaxtda, eyni miqdarda su veriblər. Bunu bildikləri üçün bitkilər arasında inkişaf fərqinin başqa səbəbdən qaynaqlandığına da qərar verirlər. Şagirdlər bilirlər ki, bir bitkinin inkişafı üçün su ilə bərabər işıq və temperatur da lazımdır. Şagirdlər qərara gəlirlər ki, bitkilərin olduğu otaqlarda temperatur ölçmələri aparsınlar. Bir neçə gün, günün müxtəlif saatlarında aparılan en sayda ölçmələrlə müəyyən edirlər ki, hər iki bitkinin temperatur şəraiti eynidir. Deməli, su və temperatur faktoru eyni olduğundan şagirdlər belə qərara gəldilər ki, gün işığına baxsınlar, otaqda günəşin işığına baxsınlar. Deməli, hər iki bitkinin gün ərzində ayrı-ayrılıqda neçə saat günəş işığına məruz qalmasını müşahidə edirlər, qeydiyyat aparırlar. Aparılan təcrübələrdən məlum olur ki, A bitkisi B bitkisindən 3-4 saat çox günəş enerjisi qəbul eləyib. Ona görə də A bitkisi B bitkisindən daha yaxşı inkişaf edib. Deməli, burada şagirdlər qoyulan sualın cavabını təcrübə ilə tapdılar və əldə etdikləri nəticəni təqdim edirlər. Deməli, növbəti addım nə oldu? Nəticə. Yəni, araşdırma mərhələsinin nəticəsi oldu. Şagirdlər araşdırma apararaq, məlumatlar toplayaraq nəticəyə gəlirlər, nəticə çıxarırlar və suala cavab tapırlar. Deməli, araşdırmadan sonraki addım nəticədir. Burada ikinci mərhələdə qoyulan suala araşdırmaqla və əldə olunan nəticələr qarşı-qarşıya qoyulur. Bütün addımlar arasında keçid yoxdur. Biri digərinin davamıdır. Yoxlayırlar ki, düzgün nəticəyə gəlmişik. Ən sonda isə əldə olunan nəticələr müzakirə olunur, müəllimə təqdim edilir. Müzakirələr olur, refleksiya ilə tamamlanır. Bu mərhələdə şagirdlər nəticələrini təqdim edirlər, bir-birlərini dinləyirlər, hər kəs bir-birini dinləyir, müəllim müzakirənin effektiv təşkil edir, sonda refleksiya edirlər. Lazım gələrsə də tənqid edilir, yəni düzdürmü, səhvdürmü müəyyən fikirlər tənqid edilir. Deməli, əziz müəllimlər, tədris prosesində, yəni dərslərimizdə, sorğu və araşdırma əsaslı təlimdə 5Y modelindən istifadə etməklə həyata keçirilə bilər. Hal-hazırda təbiət fənni üçün yazılmış dərsliyin strukturu 5Y modelinə uyğun tərtib edilmişdir. Burada 5 ingiliscə E hərfi ilə başlanan sözlər gəlir. Onun açıqlaması: birinci maraq oyatma, ikinci araşdırma, üçüncü izah etmə, dördüncü möhkəmləndirmə, beşinci qiymətləndirmə. Dedik ki, təbiət fənni üçün yazılmış dərsliyin strukturu 5Y modelinə uyğun tərtib edilmişdir. Birinci, deməli, bu da 5 mərhələdən ibarətdir. Birinci maraq oyatma. Yəni, bu mərhələdə şagirdlərə onlara tanış olan bir situasiyadan istifadə edərək suallar verilir, müzakirəyə dəvət olunurlar. İkinci araşdırma. İkinci mərhələ olan araşdırma mərhələsində şagirdlər fəaliyyətlərdə iştirak edirlər, nəticələri müzakirə edir, konkret nəticələrdən daha ümumi anlayışa keçid üçün hazırlıqlı olurlar. Üçüncü, izah etmə. Bu mərhələdə müəllim şagirdlərin fəaliyyət mərhələsində əldə etdikləri bilikləri ümumiləşdirir və təlim nəticələrində nəzərə tutulan anlayış, termin və qanuna uyğunluqları birbaşa təqdim edir. Dördüncü, möhkəmləndirmə. Əvvəlki mərhələnin davamı olaraq dərinləşdirmə mərhələsində müəllim yeni misallar, nümunələr təqdim edir. Anlayışın tətbiq olunduğu əhatə dairəsini genişləndirir. Beşinci, qiymətləndirmə. Sonuncu mərhələ şagirdlərin öyrəndiklərini qiymətləndirir. Deməli, əziz müəllimlər, bugün sorğu və araşdırma əsaslı təlimdən danışırıq. Sorğu və araşdırma əsaslı öyrənmənin müsbət cəhətləri odur ki, öyrənmə prosesi şagirdlərə daha maraqlı və mənalı gəlir. Şagirdlər cəlb olunduqları fəaliyyətlərdə təcrübi bacarıqlar əldə edirlər. Biliklərin dərinləşdirilməsinə, onların uzun müddətli yaddaşa ötürülməsinə imkan yaradır. Müəllimlər şagirdlərin inkişafını daha açıq müşahidə edə bilirlər. Deməli, bunlar nədir? Sorğu və araşdırma əsaslı öyrənmənin müsbət cəhətləridir. Şagirdlər şifahi ünsiyyət yaranır uşaqlarda, tənqid etmə, problem həll etmə, inkişaf etdirməyə imkan yaradılır şagirdlərdə.
Deməli, bugün biz danışdıq sorğu və araşdırma əsaslı təlimdən. Bir də onu da nəzərinizə çatdırım ki, müəllimin də funksiyası var demişdik əvvəl. Yəni şagird mərkəzli, şagird yönümlü bir yanaşma idi. Bu prosesdə müəllimin funksiyası belə idi. Mövzuya giriş üçün şagirdlərin diqqətini çəkmək, onları araşdırmağa sövq edəcək sual qoymaq və yaxud da hər hansı bir situasiyanı təsvir eləmək, qeyd edilən sualı, problem ətrafında şagirdləri müzakirəyə, dialoqa təşviq eləmək və bu prosesə rəhbərlik etmək, ehtiyaca görə şagirdləri qruplaşdırmaq və ya bütün siniflə müzakirəni təşkil eləmək. Müzakirələri diqqətlə izləməlidir müəllim, yanlış mülahizələri korrektə etməlidir. Eyni zamanda onların daha yaxşı anlaması üçün əlavə informasiya ilə təmin eləməlidir. Öyrənməni mənalı eləmək üçün şagirdlərin mövcud təcrübələrindən istifadə etməlidir müəllim. Yəni müəllim burada kənardan izləmir. Müəllimin də üzərində bu cür yüklər var. Deməli, biz danışdıq sorğu və araşdırma əsaslı təlimdən. Sorğu və araşdırma əsaslı təlim modeli şagird mərkəzli bir təlim modeli idi. 5 mərhələdən ibarət idi. Birinci yönləndirmə, ikinci əsas sualın qoyulması və ya hipotez fərzə irəli sürülməsi, araşdırma, nəticə və müzakirə. Hər birisinin ayrı-ayrılıqda izahını verdim. 5Y modelindən danışdıq. Müəllimlərin üzərinə düşən yükdən danışdıq. Sorğu və araşdırma əsaslı təlimin müsbət tərəflərindən danışdıq. Bununla da bu dərsimiz sona çatdı. Bir sonraki izahım layihə əsaslı öyrənmədir. Sağ olun, sağlıqla qalın.